Qardaş soruşur ki, bəzən qardaş və bacılar musiqi olan videolar paylaşırlar. Bəli, təəssüflər olsun ki, bu belədir. Lakin diqqət etmək lazımdır qardaşlar. Yəni bu din nəyə haram deyibsə haramdır. Hətta onun azı da olsa, çoxu da olsa haramdır qardaşlar. Din, şəriət, Allah və Rasulü nəyə haram deyibsə haramdır. Azı da, çoxu da, qısası da, uzunu da. Fərq etməz. Haramdır. Musiqi haramdır qardaşlar. Və Quran sünnə ilə isbat olunmuş sabit bir hökmdür bu. Ki musiqi haramdır. Allah Teala Quran-ı Kərimdə buyurur ki, insanlardan və minən nəs mən yeştəri ləhvəl hədis liyudullə an səbilillahi biğayri ilm və yəttəxidəhə huzuva. Allah Teala buyurur ki, insanlardan nəsi var ki, cəhaləti uzbatından boş-boş sözləri satın alırlar. Və təfsir alimlərdir ki, bu musiqidir. Həmçinin Allah Rasulunun hədisləri, qiyamətə yaxın insanlar üç şeyi haramı, halal adını dəyişdirəcəklər, başqa adını qoyacaqlar. Üç haramı. Onlardan biri də musiqidir. Yadınızda saxlayın. Bu musiqi ilə bəzən görsən ki, Allah müstəhan, bəzi hətta dini şeyləri də musiqi ilə, musiqi sədalarla, zümzümə ilə qoyurlar. Yəni diqqətli olmaq lazımdır. Haram haramdır. Allahın nəyi haram edibsə haramdır qardaşlar. Və insan məsuliyyət daşıyır. Qiyamət günü o haramlara görə məsuliyyət daşıyır. Və hər bir şəxs cihazı başında olarkən Allahdan qorxsun. Allahdan qorxsun və onun üzərində nəzarətçi var. Onun Rəbbi var. Ona görə bu paylaşımlar elə bilməyin ki, boşa gedir. Allah Teala qiyamət günü hər bir şəxsi dünyada keçirdiyi hər bir saniyəsindən, hər bir etdiyi əməldən, kiçik olsun, böyük olsun. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, qiyamət günü insanlar deyəcəklər ki, bu nə cür kitabdır ki, la yuğadiru sagiratan və la kəbiratan illə əhsahə. Allah Teala Kəhf surəsində buyurur ki, onlar deyəcəklər ki, bu nə cür kitabdır ki, bizə verildi ki, o əməl dəftəri, bunun içərisində nə böyük, nə kiçik, heç bir şey gözdən qaçırılmayıb. Hamısı yazılıb. Ona görə diqqətli olmaq lazımdır.